Özünüzü təqdim edin. Əhmədov Babək Şəkəralıoğlu. Bərdar rayonu Süləysəmliyim. Siz Qarabağ veteranısınız. Ümumiyyətlə Bərdar rayon sakinisiniz. Bizə verilən məlumat əsasında siz bu maşında yatırsınız. Niyə yatırsınız? İmkan yoxdur ona görə. Bazarda fəhlə işləyir. Fəhlə işlədiyinizə görə yatırsınız da kirayə imkanınız yoxdur verməyə. Bir dənə Bərdə İcra Hakimiyyətinə demişəm. O da deyir ki, gəlin lapatka götürün susulun. Bərdar rayon icra hakimiyyətinə müraciət eləmişsiniz ki, bir veteran kimi köməklik eləyin. Sizi fəhlə kimi yönəldib. Qarabağın hansı istiqamətində döyüşmüsünüz? Mən Füzulidən Şuşaya kimi oldum. Füzulidən Şuşaya kimi. Sənədləriniz var mı burada? Burada bir dənə rəsmi yetanlısı var. Qalan hamısı yanında. Bilirəm, başa düşürəm. Bu var. Amma sənədlərin hamısı Hər rayondadır. bir şeyim var, medallardan verir. Əsas tələbiniz nədir, nə istəyirsiniz? Sənəbinin meclisine evlə bağlı. Müraciət eləmişsiniz evlə bağlı. Yox, bu tələb var. Deyirlər, verin, o yolladır. Vermirlər. Kim deyir onu sizə? Vallahi kimə deyirəm, deyir. Kimə deyəndə adları da? Qazilərə köməklik yoxdur, sizlərə soracaq. Bu boyda qazilər çıxır, TikTokda dilənir. Dilənçi vəziyyətində bütün qazilər. Yəni qazilər, veteranların, o nə deməkdir? Hamısı vətən oğullarıdır. Vətən oğlu, yardım yoxdur da, yardım olsa yəqin ki, baxarlar. Görmürlər ki, güya buradan keçən o boyda qəsrlər, görmür maşında yatanlar. Veteranlarımız, şəhid qardaşlarını çiyinlərində çıxardanlar, döyüşü sona çatdıran oğullardır. Necə yəni, seçkili edirlər? Yoxdur da, yoxdur. Bizə ayaqlar kimi də buyur. Müharibə qutardı işimizə, hastalar. İllərdir ki, Heç bir baxmısınız vəziyyətdə. Heç bir köməli yox. Ailəlisiniz yoxsa? Mən aliment ödəyirəm. Ayrılmışsınız. Bəli, ayrılmışım. Bəs necə ödürsünüz 80 manatla? Fəhləliklə. Bu maşında sizdə necə yatırsınız? Suyun içində olan, durağın bir dəfə. Nə qədər müddətdir buradasınız? 3 ay. 3 ay ərzində bu maşında yatırsınız. İndi maşını da aparacaqlar, tayı sayılır. Maşınızı əlindən alandan içəri yatacaqsınız. Şəxsi maşınız deyil də sizin? Yox, mənim maşınım yox. Bazarda fəhlə satıcı işləyir. Satıcı. Meyvə tərəvəz. Gördüyünüz kimi əziz izləyicilər, hal-hazırda Qarabağ veteranıdır. Veteranlıq hər adama nəsib olmur. Veteranlarımız odun alovun içindən xilas edən igidlərimizdir. Döyüşü sona çatdıran oğullarımızdır. Amma şəraitləri yoxdur. Bəzilərinin acınacaqlı vəziyyətdədirlər. Hal-hazırda gördüyünüz kimi bu maşında əyləşərək fəhləliklə məşğuldur. Bu maşında yatır. Bugün yaydır. İsti havalardır. Amma qabağı qışa gedir. Bizim veteranımız necə yaşasın? Necə yatsın bu maşında? Hətta bildirir ki, maşını əlimdən alacaqlar. Bəs maşın əlindən alınandan sonra bu veteran qardaşımız harda yatacaq? Harda? Buradan üzümü tuturam vəzifəli şəxslərə. Üzümü tuturam qazi veteranlarımıza, şəhid ailələrimizə. Gəlin, birlik olaq, bir olaq. Rəsmi qaydada müraciət eləyək veteranımızı bir otaqlı mənzil də olsa təmin edək ki, başını soxmağa bir daxması olsun. İzləməyə davam edin əziz izləyicilər, bəyənin və paylaşın.